müəllimlər, skills box yazırsınız, skills box daxil oluruq, siz heç nə etmirsiniz, bir yerdə işləyirik. Aha, ekranı tam çəkdi. Deməli, skills box-a daxil oldum. Müəllimən, zəhmət olmasa Teams ünvanınızı deyim müəllimə. Siz Teams ünvanı. 216 5319. Doğum ilinizcə deyim müəllimə. Yazdım student.edu.az, şifrəsini yazıram müəllimənin. Özüm bilirəm deyə video yazıdır. Səsləndirmək istəmirəm. Və mən bunun şifrəsini götürdüm. Girdim. Müəllimə elə evdə oturub işləyir. Nə yazılıb burada müəllimlər? Kredit balans 1. Sizdən xahiş edirəm. Siz buna daxil olanda telefonunuzu Chrome-la daxil olun. Niyə? Çünki o proqramda, o brauzerdə Azərbaycanca çevirmə versiyası var. Gördünüz sizin telefonunuzda Azərbaycanca çevirməni yoxdursa da, onda evinizdə başqa adamın telefonundan istifadə edin. Yaxşı, Chrome yüklü Chrome-dan olsun. Çünki belə aşağı hissədə olanda tərcümə versiyası işləmir. O 2.40-da olanda işləyir. Və buradan mən enroll edirəm. Enroll elədim. Bir dənə balansı var. Yəni bu balansda 3 sınaq və 2 imtahan şansı var. Go to modula daxil oldum. Və mən indi bunu Azərbaycanca çevirmək istəyirəm. Azərbaycanca çevirməmişdən qabaq burada assessment bölməsi var. Üzərinə vurdum. Və burada gördüyünüz kimi burada Start Diagnostic Assessment, burada bir də var Start Certification Test. Bunu nə qədər girsəz də xeyir yoxdur. Sizə gərək təşkilat kod verə, onu açasınız. Yəni imtahan vaxtı verəcək, həmin dəqiqə verəcək ki, başlayanda necə bu kodu yazın, müəllimlər, necə ki, nəzarətçi, sertifikasiya gedirik, miqə gedirik, imtahanda olmur mu kod yazın nəzarətçi? Bu da onun kimi bir şeydir. Mən başlayıram diagnostik testi, amma başlamamışdan qabaq, mən bunu Azərbaycanla çevirmək istəyirəm, səhifəni çevirim. Çünki sizin hamınız ingilis müəllim deyilsiniz, ona görə biz təlimdə Azərbaycanla keçmişik və Azərbaycanla çevirmək edirəm. Səhifəni çevirdim Azərbaycan dilinə və oldu Azərbaycan dilinə. Böyüdə göstərəcəm sizə. Və mən bunu diagnostik qiymətləndirməyə başladım. Yenə deyirəm, sualın düzgündür, səhvdir, hə deyəsi deyirəm. Elə bir oturmuşuq sınaqdayıq, siz də bir yerdə siz cavab verirsiniz, mən sadəcə qeyd edirəm onu. Sonra yekunda baxacaq ki, biz nədə səhv elədik, nəyə etdik bu səhvi? Diagnostik testə başlayıram. Və belə bir şey gəlir, sizin də telefonunuzdan bu edəndə. Continue edirəm və gördünüz ki, yenə də ingiliscədir. Hər dəfə biz nə edirik? Səhifəni Azərbaycanla çeviririk, diqqətli olun. İmtahanda da belə olacaqdır. İmtahanda da sizə deyəcəm, ingilis müəllimlər başa düşməyəndə ingilis dilində saxlayar, bir də oxuyar. Azərbaycan müəllimlər olsa Azərbaycanda oxuyacaq. Və buradan qeydiyyatdan keç biraz düzgün başla olmalıdır, tərcümə biraz fərqli tərcümə veribdir. Və üzərindən vurdum. Artıq başlayırıq. Buyurun. Biraz böyüdə bilərsiniz. Böyüdürəm. Baxın, sizin imtahan suallarınız bu şəkildə olacaq. Bəli. İkinciyə dala qayıtmaq yoxdur. Mən oxuram ucadan. Məktəb direktorunuz İKT-dən tədris vasitəsi kimi istifadə etməklə maraqlıdır. İstəyir ki, müəllimə, rayon müəllimi İKT-dən istifadə eləsin. O dəqiqə bax, situasiya gətirin. Beyninizdə situasiya gətirin. Və sizdən təhsildə istifadə oluna biləcək müxtəlif İKT növlərini təsvir etməyinizi xahiş edir. Müəllimənin Azərbaycandan dərsidir, deyir ki, dərsinizdə İKT-dən istifadə edin. Təhsildə istifadə edəcəksiniz İKT çeşidi ilə bağlı aşağıdakı hansı doğrudur? Mən bilmirəm hansı doğrudur. Cavabı şu siz deyirsiniz. Baxın yoldaşlar, indi mən demirəm bu düzdür, səhvdir. Bax, bu testdə görürsünüz, əsasən, yalnız əsasən sözləri var. Mən yenə demirəm, bu düzdür, səhvdir. Mən sizin dediyinizi qeyd edirəm. Çıxma istifadə edirik. Vurdunuz da. Əsasən yalnız çox vaxt səhv olur. Sonra, aşağıdakilərdən hansı müəllimlər üçün İKT-dən istifadəsi mümkün faydasıdır? Faydasıdır. Biraz Azərbaycan'a tərcümə çevirəndə.
Neçə nəfər A deyir? Bəli. 2 nəfər, 3 nəfər A. Onlar öncədən tədris Mən bilmirəm. Deyil. 3 ay mənim olurdu. Tədris bacarıqları. Avtomatik olaraq Bəs bu nədir? Tədris Əvvəlcə bacarıqları, avtomatik tədris bu bacarıqları. avtomatik cəbləşmir axı. Əvvəlcə internetdə daxil ola bilmir. Anı seçim. Yaxşı, Anı seçirəm. İKT-nin öyrənməni necə dəstəklənməsi ilə bağlı aşağıdakı hansı dəstəkləmə ilə bağlı? Bax, bu birinci bölmədə da. Birinci bölmənin birinci unitin dərsdə bölməsidir. İKT-dən istifadə şagirdlərin öyrənmək üçün həzz alması zamanı. C olar. Onlar Hansı variant? C variantı, yaxşı. Öyrənmədən hər kəs həzz alır. Aşağıdakilərdən hansı şagirdlərin öyrənməkdən istifadə Şagirdləri bax qiymətləndirmə ilə bağlı keçmişik, müəllimlərin qiymətləndirməsi ilə bağlı keçdik. Rəqəmsal sualların olur olması, yoxlamaq məsuliyyətində. A bəndi. A variantı. Müəllimlər, xahiş edirəm, baxın, arxadakı müəllimlər. Aşağıdakılardan hansını heç baxamadım. Yenidən istifadə edilir. Yenidən hansı təsirdə İKT-nin Geri burada qayda bilərəm. Baxmaq istəyirsiniz? bunu Amma dəyişmir ha, bax. dəyişmə yox. Yoxdur, baxacaqsınız, dəyişə bilməyəcəksiniz. Ona görə mən sizə dedim qabaqcadan ki, dəyişmək yoxdur. Ümumiyyətlə, beynəlxalq qiymətləndirmənin heç birində dəyişmək yoxdur. Azərbaycanda da bizdə bu qədər şans verirlər, sıfırlayırlar. Gəlib sıfırlanmamış da yazırıq, sonra deyirik ki, bizə belə oldu. Bax, Azərbaycan üçün o platformada şans verir. Düz, baxdınız müəllimə? İndi 5-ci sual. Çətinlik ola bilər. Mən bunları keçmişəm. Yoxsa çətinlik ola bilər. Aha. Kinestetik öyrənmə, bizdə hərəkətli öyrənmədir, oyunlar əsasında öyrənmə. O nə deməkdir simulyasiya? Simulyasiya hərəkətdir də. Onda elə bir Rolu, simülyasiya. Hər simülyasiyanın simülyasiyası fərqi var idi, yoxsa? Simulyasiya hərəkətlər, rollu oyun, simulyasiya. Aşağıdakıların hansı bilgi öyrənmək üçün dikkat edən istifadə nümunəsidir? Video izləyəndə Online Birgə öyrənmə. öz sürəti yox. Mən C olar. Layihə tapılır. C. Wikipediyadır, Wiki. Bu, Wikini yeniləyən aha, yaxşı. Sonra, Üzrə və onlayn öyrənmə təcrübələri. Üzrə və onlayn. Bilgi öyrənmə. Birgə. bir də aşağıdakılardan hansı sinif şəraitində üz-üzə və yaxud da onlayn öyrənmə təcrübələrinin birləşməsindən istifadə edərək öyrənmə mühitini təsvir edir? Həm üz-üzə, həm də bilmirəm, bunu biz keçmişik özdə. Bax, bu adı keçmişik. Çünki Bilgi öyrənmə platforma var, orada hamı eyni vaxtda yazır deyil. birgə orada ayrı onlayn ayrı. Bilmirəm mən. Bax, həm mən üz-üzə də keçirəm, sizə onlayn da keçirəm. Onda qarşı. Yox, özdə onda olur axı Mən onlar. qarşı. O biri məncə bilgi öyrənmə. Bir dənə var ki, mənim orada sual verdi, iynə qıza verdi. O bilgi öyrənmə deyildi. Birgə öyrənmə. Bir, hansı sinif şəraitində üz-üzə? Üzrə və onlayn. İkisini birləşdir. Onda birgə. Üzləri birləşdir. Qeyri şəraitində də eyni biri yox. Adam bilinə elə, mən olmadı. Bir dənə deyim, nə olar? Padlet. 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 Padletlər yazılır. Onun hepsini şəraitində Nədir? Neydən yox. Onlar bilgi öyrənmə. Aha, müəllimə. Müəllimə. Test sizi testi, baxın. Bilgi öyrənmə. Yaxşı, bir gənc də vurdum. Qarşılıqlı. Aha. Bircəli qapısı gələn. Sonra, siz, yaxşı müəllimlər, deyirəm, siz növbəti dərsdə İKT-dən istifadə etməyi planlaşdırırsınız. Sabahki dərsiniz İKT-dən olacaq. Aşağıdakıların hansı uyğun texnologiya seçilməsində ən yaxşı yanaşmanı təsvir edir? Şagirdlərimizin Birinci texnologiya seçir. Bu şey, ad. A.
Aşağıdakılardan hansı İKT-dən istifadə edə biləcəyinizi daha yaxşı təsvir edir? Necə istifadə edə biləcəyinizi daha yaxşı. Dərs hazırlamaq, öyrətmək, C şagirdləri variantı. qiymətləndirmək, şagirdləri öyrənmək üçün istifadə edilə bilər. Dərs hazırlamaq. Yox, Belə düşsə mən yazıb belə düşəcəyəm mən. Təxmini belə düşəcək, bəli. Beləsə yaza bilərik. Siz bir dəfə vəsaiti mən sizə burada bir oxutmasaydım, siz heç nə eləyə bilməyəcəksiniz. Çünki vəsaiti darıxdırıcı gələrdi sizə. Burada mən ona görə, mənə deyirlər belə təlim keçmir, belə təlimçi var deyir, mən o verirəm, onlar tapşırıq yazırlar, tapırlar, gətirirlər. Mən deyirəm, məndən ötürü o vaxt aparan bir şeydir. Müəllim elə bir yerdə hamımız burada baxıb o vəsaiti tam nəzərdən keçirsək, mənə elə gəlir daha yaxşı olar. Siz şagirdlərin sinifdə rəqəmsal hekayə yaratmaq üçün qrup şəklində işləyəcəklərini planlaşdırırsınız. Biz yadınızdadır, Book Storytel, hekayə yaratmaq saytları keçdi ya. Şəkilli kitabdan bağlı, Book Creator. Məncə deyil burada. Rəqəmsal hekayə qrup şəklində işləyəcək planlaşdırırsınız və hansı daha yaxşıdır bunun? Müvafiq mədrəsə sertifikatlarını tapmaq üçün Elə deyil olar. sosial şəbəkə. Digər müəllimlər? Mən ondan Mən başlayacağım. C Sinifdə rəqəmsal hekayə yaratmaq istəyirəm. Məncə interaktiv şəkildə işləyəcəklər bir fəaliyyət planlaşdırılmalıdır. Hətta fazla oxuyun. Ben sizə dedim, bu sınaqdır. Onda siz onu, siz necə analiz edə bilməyəcəksiniz. Mən buradan Cavablarınızı bilməyəm. biləcəksiniz. Sual şəkli verin. Baş, sinifdə rəqəmsal hekayə yaratmaq istəyirsiniz. Rəqəmsal hekayə yaratmaq. Mən bunu Azərbaycanca verməmişəm imtahanında. Mən çoxdan vermişəm da, yəni. İngiliscə vermişəm. Azərbaycanca Rəqəmsal sözü varsa, Bir yol var, lövhə, yəni. proyektördə məncə bunlar olmalıdır. Sinifdə müvafiq proqram təzələnir. Mən bilmirəm. Sinifdə müvafiq proqram təlimatlar istəyirəm. Belə interaktiv lövhə və proyektor Burada olması hansısa bir-birinə İnteraktiv hekayə yaratmaq istəyirəm. bir-birini oxşayır. Mən B deyərdim burada. Çünki lövhə uşaq yaratmalıdır deyir. Rəqəmsal hekayə yaratmaq üçün qrup şəklində işləyəcəklər bir fəaliyyət planı lazımdır. Nə, onda Vacib olan cihazların deyil. sayını kifayət qədər olması. Bu bir dənə olur, amma uşaqların işləməsi üçün məncə o bütün həmçinin təmin olunmalıdır. Yaxşı, nə olsun da. Cihazların sayını kifayət qədər Onda bir B. Bu qədər mən axşam oxumamışdım. Aşağıdakılardan niyə məndən oxumamışdım? Aşağıdakılardan hansı məlumat daxil etmək üçün klaviatura istifadə etmək çətinlik çəkən şagirdə kömək edir? Mən bura məlumat yazmaq istəyirəm, klaviaturanı istifadə etmək istəyirəm, amma mən çətinlik çəkirəm. Başa düşdün? Yəni ki, bu bununla bağlıdır. Şagirdə kömək edir. Həmən nitqin tanınması proqramı. Şagird məlumat videolar məncə məlumat deyilmir. Var da, o klaviatura var da, o tanınma. Məqbul sayılan, acceptable, uyğunlaş. Bax görürsünüz, burada məqbul kimi tərcümə olunubdur. Amma biz onu uyğunlaşdırma kimi keçmişdik. Bu translate edəndə biraz fərqli tərcümə edir. Mən də 7. AUP-u keçmişəm mən sizə. AUP haqqında keçin. Nə idi AUP? Bunun çıxışı, internetin çıxışına qadağaydı. Yox. Uyğun da, uyğun siyasətin. Uyğun istifadə siyasəti. Əslində bu tərcümə, ekran tərcüməsi düzgün verməyibdi. Uyğun deməli istifadə siyasəti. Hamı oxudu mu? Oxudunuz mu? Gəl yaxın gəl. Mən yenə böyüdürəm deyim. Aşağıdakılardan hansı sextingi təsvir edir? Yox. Yox, bu ona C variantı. Baxaq. Neçədən sualdır? Mən sualı göstərmək istəmirəm sizə. Aşağıdakılardan, ona görə istəmirəm da, narahat olacaqsınız. Aşağıdakıların hansı şagirdlərin məktəbə uyğun olmayan materiala onlayn baxmasının qarşısını almaq üçün ən uyğun üsuldur? Sənin bağlayın. Məncə məzmun Filtrlər. Yoxsa suallar edir.
mühafizəsi siyasətini həyata keçirərkən sinif tədbirinin foto şəkillərini məktəb saytında dərc etmək istəyirsiniz. Amma kitabdan görə indi burada qəyyum kimi gələcək. Var idi bu da. Görə gedəcək burada. Cavaba baxırıq. Ha, təhlükələrdən, məsələn, internetdən gələn təhlükələrdən qoruyur. Məzmun filtrası. Antivirus Deməli, antivirus özündə var. Axırıncı Məncə bu Filtre ola bilər, filtrasiyası. antivirus bizə lazım deyil. Axırıncı, Məncə bu. əminsiz, Deyir ki, daxil olan və gedən kompüter və cihazdan istifadə edərkən rifahı təmin etmək üçün aşağıda hansı tövsiyə edərdiniz? Öz-özünüzə reklam gəlir mənim telefonuma. A olar elə. Təbii işıq olsun. Bilməyəcəyini. Məncə müntəzəm fasilələr verməsini. Müntəzəm fəaliyyət. Fasilə də yaxşı. hə, fasilələr verməni sevməlidir. Ola bilsin axırıncı. Axırıncıdır, hə, deyil. Amma mən niyə oturma mövqeləri fikirləşirəm? Çünki kitabda yazırlar ya, keçən il müəllim də dedi, kompüter qoyanda elə qoyulmalıdır ki, Bilməyəcəyini Rifahı təmin etsin, hansını bilməyəcəyini. yox, kompüter və cihazı istəyirəm. Rifahı təmin etmək üçün aşağıdakilərdən hansı tövsiyə edərdiniz? Bilməyəcəyini. Hansıdır? Axırıncı variant, D variantı. Axırıncı. Nə qədər var müəllimə, baxılmıyor. Yox, yox, istəmirəm hələ baxın. Axırda baxarıq sən. Siz hələ tələsməyin. Yəni ki, Aşağıdakilərdən hansı MUK haqqında da dəfələrlə danışmışam. Proqramı açıqlanar. Və bayaqlarda Coursera sizə dedim. Aha. Bunu biz də işləyirik. Elə açıq-açıq ona görə. Yeni açarlar, təhlükəsiz. Bir şey də var, dayanın. Avatar kimi nə deməkdir? Avatar kimi nə deməkdir? Avatar, özümüzün avatarımızı yaratmırıq, özümüzə uyğun olan şəkil. Çünki orada dırcıya baxın, deyir məhdudiyyətsiz sayda iştirakçı üçün açıq olan. Məhdudiyyətsiz sayda iştirakçı üçün online kursu üçün deyil. Chat GPT-dir ki. Yox, olmaz, ona baxın mən. Ona bax. Sizə kimdə icazə verən ki, siz telefonla kompüterdə get test yazasınız? Ona görə ona arxayın olun. Aşağıdakılardan hansı sizin sinif və digər ölkələrdə olan sinif arasında video zəng üçün uyğun texnologiyadır? Yəni mən başqa Onunla web konferans olur. Online video zəng. Web söhbət. Online söhbət. web konferans haqqında keçmişik bundan Mən bir sonra. oxuyaq məndən. Mən başqa ölkələrdən video dərs verirəm. Web konferans deyil. Online müəllim Online icmasında ideyalar, resurslar və tədbirləri buyurun. Online sorğu vasitəsi, sosial şəbəkə. Online müəllim Sosial ideyalar. Baxın, burada açar söz var. Bax, burada bir dənə açar söz ideya sözüdür, görürsünüz? İdeyanı mən sizdən necə alıram? Sorğu vasitəsindən. Sual soruşursunuz, belə deyirsiniz, bizə deyilmir. Aşağıdakıların hansı paylanma materialı kimi çap edilə bilən resurs yaratmaq üçün uyğun hesab olunar? Paylama materialı. Verilənlər bazası, paylama materiallarını çap edir. Mən verilənlər bazasını sizə izah etmişəm. Sosial ətracın saytları. Sonlar düşürmüşük. Yox, Bana orada o- deyir, Çap edilə bilən resurs yaradırsınız. Və onu paylama materiallar kimi çap edir. Mətn emalı proqramları, məncə də belə. Mətn emalı proqramları. Çap edilə bilən resursları Mətn emalı edirəm. Məncə məncə. Aşağıdakılardan hansı online proqram təlimatını istifadə Ekran var. Qiymətləndirmə matrisi. A olar. Formatik şəkil cümləli şagird. Gayet iyiydi.
Hansıdır? A variantı şey edirik, qeyd edirik oradakı günlər. Sümüyyət yolla, uşaqlar online verir, sümüyyət verir. Proaktiv məsələdə baxırlar. Ola bilər, yoxsa yox. Məncə online istinad. Heç bir fikrim Məncə yoxdur. adı. Mən də Əsasən fikir yox. deyirəm. Qiymətləndirmə matrisi yazın. Mən də Aha. A variantı da Matris var. nədir qiymətləndirmə? Getdi də, seçdiniz. Aşağıdakı hansı onlayn sorğu vasitələrinin xüsusiyyətidir? Gördünüzmü? Heç bir orada alət düşmür. Onlar Matematik olaraq şagirdlərə uyğunlaşdırılmış rəy verirlər. belə bu olur. Yəqin A variantıdır. E olar, avtomatik. Məncə B variantı. Online sorğu vasitələrinin xüsusiyyəti. İkimizlərin sual formatlarını. B olar, B. B variantı. B. Online sorğu. Müxtəlif sual formatları. Heç bir fikrim yoxdur, Allah şükür. Aşağıdakilərdən hansı elektron portfolini daha yaxşıdır? Bunu da haqqında keçmişik. Elektron portfoliyonu daha yaxşı. İmtahan nəticələrinin sorumluluğunda saxlanan sənəd. Elektron şagirdlərin nəticələrini C variantı. şagirdin öyrənmə prosesini əks etdirmək. Məncə C-dir. Gəl görüm, gəl biraz tez ol. O, get sinifə gələrəm mən hələ, get. Mənim də başım ağrıyır. Aha. Rəhbərsiz bunlar. Ha. Geçdilər. Aşağıdakıların hansını birgə qiymətləndirmə üçün daha çox istifadə edirsiniz? Bircə Bircə qiymətləndirmə. Bəli. Hansını birgə qiymətləndirmə üçün? Kollaborativ qiymətləndirmə. Sosial media proqramı. Dördüncü. Sosial media. Bilmirəm. Sosial media proqramı. Bircə Baxaq. Aşağıdakılardan hansı üçü qiymətləndirmə bölməsidir də bu? Hansı qiymətləndirmənin paylanması, təqdim edilməsi və qeyd olunmasını idarə etmək üçün faydalıdır? Qiymətləndirmə təqdim edirsən, paylayırsan, qeyd edirsən. Hansı faydalı olar? Hansına isə olar faydalı? öyrənmə platformaları. Səs yazma. Öyrənmə platformaları. Mən Qiymətlərin qeyd olunur. öyrənmə platformu, elektron səslənmə sistemləri. C olur, hə. C deyirəm mən. Yaxşı, bu biz öyrənmə platformaları keçdik. Orada qiymətləndirmə ilə bağlı nəsə vardı mı? Elektron səs vermə sistemləri. E olar, hə. Onda da deyil. Bilmirəm. Elektron səs yazılması. Qiymətləndirmə faydalanır, təqdim olunur. Çünki bu səs C yoxsa D? Pulsuz onlayn tədris resursları axtarırsınız. Pulsuz onlayn resurs axtarıram. Hansı bu cür resursları toplayıb saxlayır? Açıq təhsil resursları. Pulsuzsa, hə, açıq təhsil Açıq olar. təhsil resursu sahibliyi. C, hə. bu da keçdikdə orada uzlaşdırılır. Xəbər səhvlərində toplanan məlumatlar Həmişə dəqiqdir, o səhvdir. Qeyri-dəqiq ola bilər. Məncə Onlayn variantı. məlumatlar yalan və qeyri-dəqiq ola bilər. C, bunu işləmişik. Yalan və qeyd Hə, bunu edilir. işləmişik. C-dir. Sonra, mümkün tədris resursu kimi istifadə olunan veb saytın etibarını qiymətləndirərkən veb saytı resurs kimi qiymətləndirirəm. Məlumatı. Sonra məlumat yazırıq. Tətbiqin məktəbinizin kompüter avadanlığına işləyəcəyini qiymətləndirərkən aşağıdakı hansı yoxlayardınız? Bax, mən misal üçün kompüterə N-diski yükləyirəm, tətbiqdir. Mən nəyi yoxlamalıyam onda? İnteraktivlik səviyyəsi, yaddaş səviyyəsi. Yaddaş əməliyyat Əməliyyat sistemləri. Aşağıdakı hansı bir başqasının yaradıcılığını, əsərin özünki kimidir? Qulaq asın. Aşağıdakıların hansı biri başqasının yaradıcılığı və özünki kimi təqdim etməsi üçün istifadə olunur? Creative Commons lisenziyası. Yaxşı. Aşağıdakıların hansı özəl proqram təminatının sınaq müddəti üçün lisenziyası bitib? Misal üçün Word proqramıdır, lisenziyası bitibdir artıq bu mənada. Heç bir ödəniş etmədən adətən məhdud funksiyalarla istifadə etməyə, bax bunu da keçmişik.
Bax bunları da keçdik, yadınızdadır. Shareware-i keçdik, Creative Commons-u keçdik, açıq mənbə, çox istifadəçilik. Elə onda açıq mənbənin özü. Açıq mənbə deyil, məktub Shareware bəkər olar. Çünki o Biri var idi Fireware. Fireware, Shareware. Aşağıdakı hansı bütün sinif ssenarisinə rəqəmsal fəaliyyət üçün ən uyğundur? interaktiv lövhə. Notebookunuzu bütün sinifə təqdimatı göstərmək üçün aşağıdakı hansından istifadə edərdiniz? Notebookdan göstərirəm. Rəqəmsal Rəqəmsal proyektor vasitəsilə kiçik bir obyekti bütün sinifə göstərmək üçün aşağıdakının hansını istifadə edə bilərsiniz? Keçmişik bunda. Mən izahatda elədim ki, vizuallaşdırıcı burada əlimdə göstərim, mikroskop elə bilir. Aşağıdakilərdən hansı sinifinizdə ekran paylaşma alətlərinin mümkün istifadəsidir? Ekran paylaşma. Aşağıdakının hansı planşet cihazının tipik xüsusiyyətlərinə aid deyil? Planşetin tipi, kiçik ekran ölçüsü, sensor, onlayn hesablama, mobil geniş zolaqlı internet. Planşetin xüsusiyyəti. Niyə planşetin də balancası yoxdur? Sensor ekran var. Onlayn hesablama seçimləri var. Mobil geniş zolaqlı internet. Bu şey deyil. Mobil giriş nöqtəsidir, o mobil geniş zolaqlı. O yoxdur da, planşetdə var. Megabaytı götürmək. Var. Onda yəqin onlayn saxlama seçimləridir. Hansını seçim? Bunu yoxsa bunu, hansını? Məncə mobil geniş zolaqlı internet. Onlayn saxlama. Yəni planşetdə o yoxdur da, belə deyək. yoxdur. Sensor var, ekran ölçüsü var, kiçik ekran ölçüsü, onlayn saxlama seçimləri. Onlayn saxlama Planşetin ən balancasına baxdınız. kiçik ekran. Mənim böyük olacaq. Məncə geniş. Hansıdır müəllimə? Geniş zolaqlı internetdir. Müəllimə, bu bir-biri sizi izah eləmişdim. Yadınızdadır? Bir-biri izah elədim mən sizə. Hədəyə bir dənə şagirdə bir kompüter. Ən az bir cihazı çıxışı. Biri nə idi? Bring your own device. Öz device-ını gətir. Bir də bir-bir idi. Görürsünüz, kitabı bilməsəz, buradan eləmək çətin olur. Belə aşağıdakıların hansı məktəb tamaşasının çəkilişini qeydə almaq üçün ən uyğun vasitədir? Video qeydiyyatçı. Bax, mışı işlədəndə də diqqətli olun. Aşağıdakıların hansı onlayn öyrənmə platforması məqsədini daha yaxşı təsvir edir? Onlayn öyrənmə platforması. Şu axırıncı unitə gəlmişik. Siz şagirdlərinizin öyrənməsini dəstəkləmək və təkmilləşdirmək üçün texnologiyadan istifadə edərkən Present Simple-ı indiki zamanın mövzusunu üçün dərs planlaşdırırsınız. Yəni texnologiyadan istifadə etməkdən biz dərs planlaşdırırıq. Aşağıdakılardan verilən dərs planındakı tələbələrə əsasən diaqnostik qiymətləndirməni hazırlamaq, keçirmək üçün mövcud iqaətdən səmərəli istifadə kimi hansını seçərdiniz? Yəni diaqnostik qiymət, mən indiki zamanı izah edirəm. Mən diaqnostik qiymətləndirməni istifadə etmək üçün hansı tələblərdən istifadə etməliyəm? Buyurun. Müəllimlər tərəfindən tövsiyə olunan resursları birləşdirən veb saytdan istifadə edərək müvafiq ekran qiymətləndirməsini tapın. Şagirdlərin ekran qiymətləndirməsi bildikdə Google Forms izah elədim, Microsoft Forms izah etdim. Qrup şəklində imtahan vermələri üçün interaktiv lövhə,
İkinci axtarış mühərriki, yəni axtarış o search var ha, nədir? Google-dan axtarış sistemi, bax onlar deyil. Məncə axırıncıdır. Fərdi olaraq imtahan vermələri üçün planşetlərdən istifadə edin. Bu. Bəli, mən də fikirləşirəm. Baxaq. Artıq gəlirik müəllimlə mışdan işləməyə. Baxın, mən sizə bu dediyim bu bölüm. Ona görə istəyirəm sizin yanınızda biz bir dəfə edək bilin. Siz məktəbinizin onlayn öyrənmə platformasına hesaba daxil olmusunuz. Hesabınıza daxil olursunuz. Coğrafiya fənnində 3-cü mövzuda ekosistem, mən bunu Azərbaycanca özüm də tapa bilməyəcəm. Ekosistems adlı formusun adını ekosistem form olaraq dəyişin. Baxın, coğrafiya fənnidir, nə edirik? Baxın burada. Deyir ki, coğrafiya fənni. Nə edirik buradan? Girirəm mən coğrafiya. Bax, əlimi vuram bura. Vurdum bura. Gördünüz, ayrı şey açıldı. Gəldim. Coğrafiya fənnində. İndi gəldim. Ekosistem form olaraq dəyişirik. Bir dəqiqə görüm, balacalanırmı? Baxın, gəlirik buradan. Deməli, ekosistem adlı forum. Gəlirəm ekosistemə. Haradadır ekosistem? Bax, bura. Ekosistemə gəldim. Düzgün yer seçməyibsən deyir. Bir dəqiqə. Yuxarıda redaktör edit var. Redaktörlərini aktiv et. Ekosistem form olaraq dəyişin. Burada ekosistem formu. Bax, budur da ekosistem. Qeydlər. Görürsünüz, özü necə verir də buradan. Bir dəqiqə müəlliməm, mən bunu ingiliscə çevirsəm olar mı görən? Coğrafiya fəndi 3-cü mövzuda ekosistem, çünki burada Azərbaycanca yazılır, burada ingiliscə olanda daha form dəyişirik. Ekosistem adlı form adını ekosistem form dəyişirik. Redaktaya girirəm. Redaktaya girdim, edit bölməsində, redaktaya girdim. İndi mən gəlirəm ekosistemə və buradan ekosistemin adını dəyişirəm. Form adını ekosistem olaraq dəyişin. Redaktə edə, girsək görək, verdi. İndi mən buradan nə edirəm bunu? Gəldim bura. Bax, belə bir iki dənə sualınız var belə. Demək, ekosistem olaraq dəyişin. Mən bunu çox üzr istəyirəm. İngiliscə olanda mənə daha rahatdır ki, nəinki Azərbaycanda yazmaq. Ekosistem forum. Gəldim. Ad ekosistem. Forum yazırıq. Adın, ekosistemiz adını forum qabağına qoyuram. Baxın, bura əlinizlə yazacaqsınız. Forum. Orada da bir başqa sual olacaq. Aşağıda save var. Dəyişdirin. Answeri qiymətləndirin. Save yox, answer. Sonra gəlir bura. Notes faylını seçin. Qeydlər faylı. Notes'u seçdim. İndi yenə də amma ekosistemdən soruşur məndən. Ekosistemdən notes'u. Qeydlər. Seçdim. Üçüncü mövzuda. Orada mən mövzu ver, onu eləməliyim. Yenə mətnini etirməm. Answer düyməsi hanı bunun? Bir dəqiqə. Answer, yox, answer buradadır. Seçdim. Gördünüz müəllimlər? Bax, bu mışdanla işlənən biləcək bu bölmə var. Sizdə də elə ardıcılığı elə keçmək. Azərbaycan müəllimi, ingilis müəllimlər. Başa düşməsəz, çevirin səhifəni tezin Azərbaycan, ingilis dilinə, ingilis dilinə. Mən misal üçün, mənə Azərbaycanda çətin gəlir bunu işləmək. Sonra, tarix, History Tutor for Schools web saytının tarix dərslərində şagirdlər üçün öyrənmə mənbəyi kimi istifadə etməyə planlaşdırırsınız. Aşağıdakıların about haqqında, yəni, bax o səhifə, web səhifənin haqqında səhifəsini nəzərdən keçirin və cavabınızı dəstəkləmək üçün bir səbəb göstərib web saytın etibarlı olduğuna, şagirdlərinizə uyğun olub-olmamağına qərar verirsiniz. Bu saytın etibarlı olub-olmamağına qərar vermək istəyir. Hansını etməliyik? Müəllimlər. Etibarlılığını necə nümayiş etdirdiyini daha yararsın. Mənbə. Bax, bir sayt haqqındadır, daxil olacaq. Necə nümayişi daha yaxşı təsvir edir. Mən belə qısa dedim də, yəni saytın etibarlılığını nəzərə almalıyıq biz burada. İl yazdım, mən bunu ilk əsas mətndə. Mən də bunu müəllimin adı və Tərcümə səhv. Müəllimənin başa düşdüyü, hər bir yerdə bir məlumat əldə edirik. Biz onun etibarlılığını necə yoxlamalıyıq?
Yox, ümumiyyətlə, yox, bax, saytlar var, görürsünüz, yazır ki, Təhsil Nazirinin saytıdır, orada bir də yazır about haqqında, onun haqqında məlumat verilir. Bax, orada Hazırda əlavə məlumatlarda istifadə edir. İndi mən bir dənə üzr istəyirəm, mən bunu ingilis dilinə çevirim. Bu ki, o il nə verir, ilə baxıram mən. O ili burada ingiliscə nə verir ki, bu müəllimən dediyinə baxıram. İl əsas mətnində və müəllif hüquqları sahəsində istifadə edir. Yəni ilinə də... The year is referred, oradakı il. Yəni oradakı ili nədir? Nə vaxt çıxırsan, bu məlumat tarifi nədir, o ili demək istəyir. Müəllimə, siz taksimatlarına bilə bilirsiniz. Olacaq deyirəm. Müəllimə, mən o müəlliməni tək qoymadım ki, narahat olun, siz də göndərəcəm. Siz məhsul təsvirini nəzərdən keçirərək, History Genos tətbiqini elə bil vallahi meşədən çıxırlar. Siz məhsul təsvirini nəzərdən keçirərək, History Genos tətbiqini qiymətləndirməsin. Mən tətbiqdir, bunu qiymətləndirirəm. Aşağıdakı hansı şagird və tədris proqramı üçün uyğunluğu daha yaxşı şəkildə təsvir edir? Tətbiq qiymətləndirmə işinə məşğul olam və mən burada görək şagird və tədris proqramına uyğundur, uyğun deyil. Bunun hansını seçə bilərəm? Tətbiq şərti qoya bilərsiniz. Bir də bu əsas mətn. Mənim müəllimə, bir dənə History Genos tətbiqdir, Facebook tətbiqi. Tutaq ki, dil öyrənmə, Duolingo, hansısa bir tətbiq, bu tətbiqləri... Əməliyyat sistemi, Aha, qutardı. Sınavımız qutardı. İndi müəllimlər, belə oldu, siz bunu end eləməsəz də belə, sizin yazdığınız orada qalır, çünki dəyişmir. Ona görə eləyəndə diqqət eləmək lazımdır. Və okey, vurdum, təsdiqlədim. Və bu zimini görək nəticəmiz nə olacaq? Nuranə Qasimova, görürsünüz, mən familiyanızı mən buradan təsdiqlətmişəm. Və 85% nəticəniz oldu. İndi mən sizə bir şey deyəm. Müəllimlər, 85% nəticə, neçə dəqiqə? 36 dəqiqə işlədik. Davam elədik. Deməli, müəllimlər, sizin ümumi biliyiniz 85% oldu. Mən bir şey deyim, ola bilsin 95%dir. Sadəcə gec eləmişik, düşünmüşük. O da ola bilər, yəni ona diqqət yetirin. Burada yəni ki, xüsusi bir şey yox. Baxın, müəllimlər, burada 4 bölmədən dərsin öyrənmə mühitinin idarə olunması 90% ən yüksəyinizdir. Bir də dərs planlaşdırılması 90%. Deməli, gəldi inkorrekt olan cavablara. Aşağıda, bəli, sizə izah edir də nələr səhv edibsiniz. Aşağıdakılarda qarışıq öyrənməkdir, mixed learning idi, qarışıq öyrənməkdir. Müəllimə deyil, bir nəfər dedi qarışıq, hamı birgə dedi. Aşağıdakılardan filtrasiya proqramı, Firewall proqramı idi. Firewall, Sharewell deyildi, Firewall idi. Deməli, daxillə xarici şəbəkəni əlaqə Bəli. Sharewell hamıya açıq deməkdir. Hamıya açıq. Sonra göndərəcəm linkini. Sonra aşağı linki skrin verib göndərəcəm sizə, narahat olmayın. Sonra onlayn müəllim icması ideyalar, onlayn sorğu vasitəsi, sosial şəbəkə saytı, kimsə dedi bunu da. Sonra aşağıdakılardan hansı formativ qiymətlə, Matrix dedi, simülyasiyaydı. Hansı qiymət? Aşağıdakı, deməli siz nə edəcəksiniz? Qiymətləndirmə, müəllimə. Qiymətləndirmə matriksini araşdırmalısınız, nədir? Çünki imtahanınıza qiymətləndirmə matriksini müəllimə, imtahanınıza qiymətləndirmə matriksindən düşə bilər. Yəni, iməni bu sual olmasa, biraz fərqli şey düşəcək. Aşağıdakılardan hansı qiymətləndirmənin paylanmasını, təqdim edilməsini və qeyd olunmasını idarə etmək üçün daha faydalıdır? Elektron səs verməsi, mən bunu siz, elektron səs verməsi də öyrənmə platforması, bu burada niyə öyrənmə platforması kimi gəlib? İnkorrekt kimi, inkorrekt verir baxın burada. Bu əslində elektron səs vermə sistemləridir. Buna mən bir də kitabdan baxaq buna. Bu EVS olmalıdır. Sonra Creative Commons plagiarizm kimi ekosistemdən də delete link. Oradan linki delete eləməliydik, delete eləməmişik.
Sıraya baxınca görmədim. Delete, orada linke qeydlərə gir, hara gir, neylə? Orada linki sil bölməsinə daxil olmalıdır. Baxın yoldaşlar, bu sizin testiniz və siz bunu evdə özünüz giriş edirsiniz, bir neçə gün məşq edirsiniz, amma vəsaitə də baxırsınız. Qiymətlənmə matriksinə baxın, digər şeylərə baxın.